Bakının bəzi ərazilərində tramvay şəbəkəsi yaradılır. Görmüşük də tramvayı. Tək-tuk, tək-tuk, tək-tuk. Elə bil ki, səyahətə çıxırdığında tramvaya minəndə pəncərədən şəhəri seyr edəkdə gedirdik. Sonradan hamısı, bütün xətlər ləğv olundu. Bakıda nəqliyyat infrastrukturunun inkişaf çərçivəsində bir neçə istiqamət üzrə yeni tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Təbii ki, istinad edirəm Qaynar Infoya, o da ASTV-yə istinad edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı görək nə danışıb. Artıq tramvay xəttinin çəkilməsi nəzərdə tutulub və bu xətlərin Mehtəbatdan metronun 28 may stansiyasına qədər uzadılması planlaşdırılır. Bundan əlavə Bayıl ərazisində 28 may stansiyasına dək də tramvay xəttinin çəkilməsi gündəmdədir. Eyni zamanda 28 maydan Həzrət Aslanov istiqamətində Mehtəbatdan isə 8 noyabr stansiyasına qədər yeni xətlərin salınması nəzərdə tutulur. Söhbət tramvay xətlərindən gedir. Təbii ki, layihənin həyata keçirilməsi nəticəsində paytaxtın şərq və qərb, eləcə də şimal və cənub istiqamətləri arasında nəqliyyat əlaqəsi daha da gücləndiriləcək deyə Qasımlı bildirib. Əsas odur ki, nə çəkilsin, tıxacıların qarşısı alınsın. Şəhərdən, kənddən şəhərə axının qarşısı alınsın. Əsas budur. Yenə də deyirəm, bu qədər sıxlıq olmasa, inanın heç tramvaya da ehtiyac olmaz. Digər nəqliyyat növlərinə çox ehtiyac olmaz.